Salam, bugün biz poğaça eləyirik. Buna görə bizə 1 stəkan su, yarım stəkan yağ, 1 xörək qaşığı yarım şəkər tozu, 1 çay qaşığı duz, 1 yumurtanın ağı və 3 stəkan yarım un lazımdır. Daha sonra 1 xörək qaşığı maya. Bunu ilkin olaraq çırpma teli ilə qarışdırırıq. Bu formada qarışdırırıq. Sonra kötəkləyirik, şillər, şapalaq. Allah nə verdiysə onu edirsiniz. Vurduz, ağlanır, biraz bərkiyir. Yəni bilmirəm, bu insanlara da aiddir, vuranda bərkiyərmi? Neyse, biz bunu böyle çırpışdırırıq, döyürük, yumruqlayırıq. Gördüyünüz kimi figurasını alır. Üstünü streçləyib, başını təzə gəlin kimi bağlayıb göndərik gözləməyə. Bu gözlədiyim müddət ərzində biz də burada meymunluq eləyirik. Pendir də qatdıq içinə, bir dəstə şüyüdə. Təzə gəlinimizi gətiririk, görürsünüz. Bunu dincəltdik, 1 saat dincəlir, dincəlməyə göndərmişdik. Biz isə burada üstünə şüyüdlü qarışımı əlavə edirik və yenə başlayırıq yoğurmağa. Yəni bunu ancaq kötəklənmişdik də bugün, belə deyim. Neysə, vururuq, yoğururuq. Yenə qarışır bir-birinə. Siz istəsəniz pendiri süzgəcdən keçirə bilərsiniz və yaxud da zeytin vura bilərsiniz, kaşar vura bilərsiniz, kartofla eləyə bilərsiniz. Daha sonra qabımızı gətiririk, üstünü yağlayırıq. Biraz da bunu masaj eləyirik. Gördüyünüz kimi masaj eləyirik fırçayla və başlayırıq belə formazonluq eləməyə. Gördüyünüz kimi gəlir və bunu aparırıq sobada bişirməyə. Üstündə mən küncüt vurdum, ağ küncüt vura bilərsiniz və budur, hazırdır. Bəh. Dadına hiss eləyin. Sadəcə hiss eləyin.